açırsa, bu biraz daha ağır növünə aid Bəs, edir. Məndə də iki sual yarandı. Aha, Birinci buyurun, sual, buyurun. bu kəkələmənin müalicəsi necə bir psixoloji hansısa belə deyək də söhbətlər əsasında keçir, yoxsa nevroloji tibbi dərman müalicəsi ilə olur? Birinci sualım budur. İkinci sualım da ondan ibarət ki, uşaqda doğumdan nəyə görə kəkələmə olmalıdır? Bunun üçün analar, atalar hansı tədbir görməlidir ki, doğuşdan sonra uşaqda o dil açanda kəkələmə yaranmasın? Birinci sualın cavabı oydu ki, nevropatoloq öz ixtisası cəhətdən nevroloji müalicə edərək yanaşır. Psixoloq onun qorxusu, həyəcanı, təşvişini azaltmaq üçün korreksiya iş aparır. Logoped isə nitqi üzərində iş aparır. Bizim xüsusi proqramlarımız var, relaks masajımız var. Çünki kəkələmə bayaqda qeyd etdiyim kimi loqonevroz adlanır və əzələ qıc olması nəticəsində yarandığına görə əzələlərə xüsusi masaj tətbiq edib onları rahatladırıq. Digər sualınız da kəkələmə bir çox hallarda genetikdir. Yəni genetik olduğu halda təbii ki, əldən bir şey gəlmir. Valideynlərin də artıq edəcəyi bir şey yoxdur. Genetik olmadığı halda da mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yarana bilir. Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində. Bu da yəni hamiləlik dövründə ananın keçirdiyi stres falan. Bunu da deyim. Viruslardan da ola bilər. O da bölünür 3 yerə: prenatal, natal və postnatal. Prenatal dediyim Tərcümə eləyin Azərbaycan dilinə. ananın hamiləlik dövrü qeydə alınır. Prenatal dövrdə 9 ay, xüsusilə ilk trimestr və son trimestr dövrü çox önəmlidir. Burada ana infeksiyon xəstəliklərə, qızılca, süs çayı, ensefalit, meningitdən özünü qorumalıdır. Həmçinin dərman preparatlarının istifadəsinin özünü qorumalıdır. Bununla yanaşı mühiti çox sakit olmalıdır. Stresli, həyəcanlı mühitdə olmamalıdır. Natal dövr doğuş zamanı olan dövrdür. Burada maşa ilə doğuşlara aid edə bilərik, çətin doğuşlara aid edə bilərik. Doğuşdan sonra həkimi səhlənkarlığı nəticəsində əldən düşüb baş beyin travması alan pasiyentlər də var. Onları aid edə bilərik. Postnatal dövr isə 1 yaşından başlayaraq digər dövrləri əhatə edir. Burada da yenə uşağın yıxılaraq baş beyin travması alması, ilk yaşına qədər infeksiyon xəstəliklərə yoluxması, yenə qızılca, süs çayı, ensefalit, skarlatina xəstəliyinə yoluxlanması bəli, kəkələməyə yol aça bilir. Nurhan xanım, indi Təşəkkür mənə edirəm, bax təşəkkür mütəxəssisimiz də burada olmuşkən desin, mənə çox maraqlıdır. Bu sualı da Laləyə ünvanlayacağam. Lalə, sənin hamiləlik dövrün necə keçmişdi? Stres, qorxu, həyəcan və s. hallar var idi mi ki, bu gün uşağın səhhətində bu cür ciddi problemlər var? Hər şey. Hər şey. Hər şey müəllim. Nurani xanım siz olun. Hamilə vaxtı əsəbi, uşaq doğandan sonra əsəb oldum, nervli oldum. Uşaq banisalara düşdü, banisalarda yatdım. Sənin demirəm. Hamiləlik dövründəki uşaq belə hamilə olanda səni belə əl üstündə gəzdirirdilər. Bəli, bəli. Belə ki, hər yerə aparırdılar. Hansı həkimə deyirdilər, o həkimə də aparırdılar.